Ağır evde. Yo. Veripler 260. Aynen. Siz olasınız, var olasınız. Sen öyle biri de kalanı ben başa düşmedim. Birazdan ağzına basam yerine Biz de bu kanalları sayıyoruz. У меня. Nəhayət ki, yeni il vloqunu editləyib tamamlaya bildim. Biz yeni ildə Biləsuvara getmişdik. Artıq bilirsiniz ki, mənim böyük bacımın yoldaşı Biləsuvarlıdır. Biz də belə qərara verdik ki, 3 bacı hamımız yığışaq, orada qeyd eləyək. Bacımın qaynanası, qaynatası gildə. Çünki istəyirdik ki, uşaqlar bərabər vaxt keçirsinlər. Yeni ildə bir yerdə oynasınlar, əylənsinlər. Biz Nərinə gildən bir gün əvvəl getmişdik artıq. Ona görə də burada Nərinə gili gözləyirik. Paşa artıq çıxıb oynamağa. Burada gəlib çıxın. Əgər buna oynamaq deyilirsə, təbii ki, bizim də sendromlarımız yavaşdan başlayır. Görürsünüz, hər şey yox deyir. İstədim xodlayım, biraz maşın sürüm, ona da imkan vermədi. Biz də qayıtdıq evə yeməkləri hazırlamağa. Renat burada toyuq nedir? Sırası poza verdi, gördüm. Buna bax, nə edir burada? İşte, qədir. Paşam bir şey var. Zümrüt. Bir tane bir şey var ya, kendi yiyen bir şey. Mimlerde. Görmem sen. Nene gitti. Nene hara gitti? Köməklisən onlara. Niyə inirik indi biz? Bu nədir? Toyuqdur buna. Toyuq. Toyuğu didək. Mamaya köməklisən. Cəmadın uşağı ona kömək eləyəndə mənim uşağım da orada burada sülənir gördüyünüz üzərə və videonun əvvəlində də eşitdiyiniz kimi səsim tutulub. Bəli. Mən yeni ilə o cür səslə girmişəm. Sadəcə dəhşətdir. Hələ ki bu viddəyəm. İnşallah kül kedisi kimi dönüşməyi planlayıram. Feya gözləyirəm. İşlər davam edir. Daha səslərinə görə qulaq asmayım. Bu da səs çıxmaz. Nana. Nail. Nail. Ben başım karşım sen de kaçtın. Bu videonun əvvəli mənə sadəcə bir videonu xatırladır. Onu qoymuram bura, ayıbdır. Şaxta babamız. Nə? Sünniyə qova çıxam. Amma bizə şaxta nənədir. Gələ. Aa, Zümrüt. Ştatif. Nasıl flamingo düzəltdin? Niyə düzəltdin? Başım bırak. Uşaqlar Şaxta babadan hədiyyə gözləyərkən bizim Şaxta nənəmiz hazırlayır hədiyyələri. Əlbəttə ki, Sünni Quruçka ilə bir yerdə. Tam yeni il ab-havasını yaşamaq üçün bizim qocalarımız çöldə zır paket partlatmaqla məşğul idilər. Gel. Sensiz olmaz. Sensiz olmaz, çok korkar. Çok değil mi? Anladım sence. Ay. Koşur. Oğlan kalan sesim de battı. Ben bu ondan bu ondan Ya bu onun gibi yattı da. Yanma. Mangal. Yanma. Yanmadı değil. Bum. Ben sana Oradan pardon oradan bu. çabuk. Yo yanmadı. Onu çıkardı oradan. Yandı. Ha yaxşı. Yaxşı da, yaxşı. Çöbəsin. Uşaq eləmir. Nubar sen yanda da ehtiyat. Bir tane de atın. Yığışıblar.
49'lu belə böyüklər olur. Ağır elə. Yo. Sən necə bahalı satırlar? Niko deyir, mən onun filanları mənə onu tanışdıqlar 90 manata verdilər. 90. Bu günləri gedib soruşurken 260 manata. Yox, daha nə? Deyirəm, ay 260 manatı verərdim mən, görərdim kosmetoloq özümə maya qoyardım. Nə edirəm da? 260 manat ona verərəm. Verməmişik, kanyaşnacı. Veriblər 260 manat ona verərik mi biz də? O ağır eləmədi doğru. Allah ki verməz. Sonra Niko tanış tapdı sonra oradan. Deyirəm ki, ay bunu da tanışla eləyirəm. İlahi. Deyirəm, bu nədir ki? Deyirəm, bir şey ki alırsan, sonra partladırsan və bunu bütün şəhər bilir ki, sən onu almışsan və partladırsan. Zat kimdən alırsan? Kimdən aldığını bilinir. Dəhşət, yəni belə bir şey şoklarım. Çox. Mən bugün kiçik Polat əlimdə olmuşdum elə. Artıq salatın son toxunuşlarını da eləyirik. İstədim belə videoda çəkim ki, sübut eləyim ki, həqiqətən də işləmişik də. Yəni elə bilərsiniz təkcə video çəkmişik. Xeyr. Salatı bitirdik, sonra da keçdik evləri yığışdırmağa, süfrəni hazırlamağa. Burada söhbət ondan gedir ki, biz bir akım var idi, onu eləmək istəyirdik. Hərə bir rəng seçir, ona aid maraqlı hədiyyələr alır, amma biz bunu həmən gün qərar verdiyimizə görə hər kəs biləsi var yolunda. Hələ də başa düşə bilməmişəm, Nərmin burada nəyə baxır, niyə baxır? Bunlar pasaları da aldılar. Tapdığını, ilk qabağına çıxanı alıb. Hətta böyük bacım artıq oradaydı deyə biləsuvarda nə tapıbsa onu ala bilir. Öz elə bir şeydir ki, məhz bizim seçdiyimiz rənglər həmən gün yoxa çıxdı. Yol boyu neçə mağazinə girdik, neçə marketə, neçə nə bilim dükana, artıq nə qabağımıza çıxdısa girdik və tapa bilmirdik ki, tapa bilmirdik. Təsəvvürə gətirin ki, biz ona görə Bakıdan biləsuvara yolu 5 saata getmişik. 5. Нам праздник нам пришла, много-много радости детишкам принесла. Когда бейзи, я сейчас включу. Мороженый, 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 мороженый. Nəysə ki, hərə əlinə keçəndən aldı, amma ki, hər şeydən də 6 dənə olmalıydı, 6 nəfərik. Ona görə işimiz biraz da çətinləşirdi. Bu videonu artıq bir ay əvvəl biz paylaşmışıq. Məni Instagramda izləyənlər varsa, orada görmüşsünüzdür təbii ki. Baxmamısınızsa, burada yazan Instagram adresinə girib baxa bilərsiniz. Hətta aldığımız hədiyyələrə görə Instagramda əməlli başlı türklər demiş, linçlənmişik. Amma ki, eləyəcək bir şeyimiz yoxdur. Çünki pərdə arxasını görmür heç kim, bilmirlər. Ona görə də yazılan yorumları heç vecimizə də almırıq. Sen de tut. Başla. Ya bol O özünü atsa, sən də özünü atarsan sualından canlı örnəyini görürsünüz hal-hazırda. Durduq yerdə birdən buna niyə başladıq, niyə oynuyoruq, nə üçün oynuyoruq soruşmadan həmən atladım. Çünki mən buyam dostlar, mən buyam. Dedi ki, eləyək, gedək, dolanaq, qaçaq. Sevdiyim insanların istədiklərini sorğulamadan eləyirəm. Həmən Nübar da gəldi, qoşuldu bizə əlbəttə ki. Nə, əylənmək? Mən hazır, dedi və gəldim. Paşa da yan keçmir təbii ki. Nə? Mamam nənsiz əylənir? Oh no! Və birdən yenə də bizim əylənməyimiz çevrildi uşaqların əyləncəsinə. Çünki ana olmaq bunu gərəkdirir. Düzdür, arada bir özünü də unutmamalısan, amma uşaqlar sevindi mi, sən də sevinirsən. Belə,
Necəsə oldu, mövzu Paşanı yerləməyə gəldi. Heç bilmirəm necə oldu və təbii ki, Nail də eynisini istəyir. Paşa elədisə, Naildən də yan keçməməlidir. O da istəyir. Və bir baxın, burada əsas əylənən kimdir? Və nəhayət sıra özümün hazırlanmağına gəldi. Hər kəs bəzənmişdi, bir mən qalmışdım. Mən də qaçıram, gedirəm hazırlanmağa. Son dəfə özümü belə göstərim. Çekeyim, telefon çekeyim. Mən makyajımı edərkən də burada olaylar baş verir. Yəni ki, stol hazırlanır, əsas məsələ. Əvvəlcə stol gəlməlidir ki, sonra süfrə hazırlasın təbii ki. Burada Zümrüd və qaymama aşasının kiçik dialoq var, onu özüm kəsmədim. Hiç ne bilmiyorum. Krem çek. Şeyden diye, uzatılmaktan. Orada həqiqətən kremsiz qalmaq mümkün deyil. Dəhşətli dərəcədə su əlləri qurur. Əllər bilirsiniz necə olur? Belə quraqlıq çöllər olur, çat-çat bax o cür qabıq tökür, dəhşətli dərəcədə quruyur da yəni. Bakıya qayıdan günü fikir verdim, əllərim necə olmuşdu. Eyni dediyim kimi quraq, çat-çat. Qaydanda artıq yolda başladım krem çəkməyə. 3-4 gün ancaq özümə gəldi əllər. O sahil üstüne 3 tane de. Ne var bu? Sahil. Ne var sen? Sahil şu la adama bir yani. Ben sahibi gördüm. Tamam. Və budur, qarşılayın səhnədə mən şık buradan bir dənə aldıqlar. Necə olmuşam, bəyəndiniz, yazarsınız kommentlərə. Amma bu qədər, yəni bir oğul anası olaraq sadəcə bu qədər bəzənə bilərəm. Daha fifiçka geymək istəyərdim, amma yapamam. Burada süfrə hazırlamağa davam edərkən mən də qayıdıram içəri uşaqları hazırlamağa yavaş-yavaş. Mama ilə mənim işim uşaqları hazırlamaq idi, Zümrüdlə Nəriminə də süfrəni hazırlayırdı. Kişilər kababları çəkirdi, uşaqlar ortalığı dağıdırdı, hər kəsin öz işi var idi. Uşaq değerli oldu. Atma eve. Gelin de sende. Aynen ben farkım. Yəni o hələ parikmaxırdacaq. O hələ Tırnakla elle. dırnaqla əlləşir. Bəli, səhv eşitmədiniz. Nübar parıqmaxırdadır. Parıqmaxır mənim bu arada, o dırnağı da mən yapışdırıram. Bir saat orada onunla əlləşmişəm, ilahi. Bizim uşaqlığımızda belə şeylər yox idi deyə yapışdırdım axırı dırnaqlarını. Burada da Zümrüddən Nəriminənin fərqinə baxın süfrə hazırlamaqda. Biri belə qoyur, o birisi gəlir belə düzəltir. Gərgin anlar yaşanır. Belə edirsən. Demişdim axı uşaqları hazırlamaq mama ilə məndədir. Bu əkizlərin biri yuyub gətirib mama, qaldı ikinci. Nübar məndədir. Paltarını ütülədim, geyindirirəm. Sonra keçirəm saçını yığıram. Dırnaqlarını əlbəttə ki, bayaqları dediyim kimi yapışdırmışıq. Paşanı soruşsaz, Paşa artıq çoxdan hazırdı. Mən geyinən kimi onu da geyindirdim. Burada Nübara əziyyət verirəm, bir balaca saçı yaman dolaşıqdır. Və kocam bəy gəlir. Əlbəttə ki, qocalarımız bizim üçün darıxmış şəkildə geri döndülər. Çünki artıq neçə saat idi ki, bayırdaydılar. İcazənizlə kocam mənə kompliment elədiyinə görə bir balaca əriyirəm. Və bu da əkizlərin ikincisi. O bal işarəsini siz özünüz başa düşdünüz yəqin ki, niyə oradadır. Nəşq artıq onu da soyundurub geyindirmək üçün paltar axtarır. Niko Paşanı oynadarkən Nail oradan həmən gəlir. Bloger necə olunur? Hər bir tərəfdən Zümrüdə sual verir. Zümrüd stolu hazırlamalıdır, video düzəltməlidir, bloger olmaq yolunda uğurla irəliləyir. Xahiş edirəm, dəstək oluruq. Orada yazılan Instagram səhifəsinə giririk, like, comment
follow, hər şeyi eləyirik. Çox sağ olun, minnətlər. Və nəhayət süfrə hazırdır və hər kəs bir-bir süfrə arxasına keçir. Yeyib içmək başlasın. Gördüyünüz kimi süfrəmiz də belədir, çox gözəl görünürdü. Siz olasınız, var olasınız. Sizin bu yeni münasibətinizi təbrik edirəm. Uzun ömür, can sağlığı. Hamınıza uğurlar. Ürəyinizdən arzular varsa yerinə yetirirsiniz. Amin. Sağ olun. Alkış, alkış, alkış. Uca yoktu da. Əlləriniz sağ Bir də dinən tostu. Qaldır. Yol içək. Əllərinizi sağlığına. Yaxşı ki varlar. Yaxşı ki bizi tapıblar. Yox, o şeydir. Bunu içək. Bundan da yaxşı süfrələrdə oturaq. Buradan yox, ölkə xaricində qeyd eləyək inşallah. Amin. Sen söz atır. Ben Dubai haricinde. Amin, amin. Hayatım, sen ben her şeye bəssən hayatım. Yaxşı, bak. Kabarış. İçirəm, başı üstü fasulye o değil de yedim. Bunları ben Evet, sağ evet. Ben bir de sağ Sen taşla bulacağım. Sen söylesene. Belə yerdə Rusların yaxşı sözü var. Bu ne sağlık var değil. Bir qırıntı ya. Yani ben böyle sağlık diye bilmiyorum. Ne oldu bu arada? Rahim sen. Vermezsiz görmüşsün. De sen onu öyle. Hər şey başa bir dənə var su. Uçağın ne çağırdı Ürəklərini ne çağırdı sen? Ürəklərini açır. Rahim, bir kurtum da bu Allah görmüşler kurtum. Sen hele biri de kalanı ben başa düşmedim. Eziyet çekme. Bir butuq qeyd. Demələr. Yaxşı ki küçük. Mən götürmürdüm ha budur. Bu götürdü əlinə atdı da. Davay. Bir tane de değil, bir tane de değil. Ha, ey, Atam dedi demedim. Eziyet çekenler var da büyünler, hanımlar. Ayağım. Bunlar erlerin sağlığına işte, biz de bu hanımların sağlığına. Gentle baby. Mən evlənəndə uca hər şeyin sağlığına içdim. Həm qızların, həm bizim sağlığımıza. Hər şeydən uca şeylənmişəm uca. Yüzləşmişəm da, hər şey yaxşıdır. Köl həyatı ayrıdır, köl tərbiyəsi ayrıdır da. Amma yenə də valideyndən gələn o istilik, vəspitaniya necə deyirlər? Tərbiyə, valideyndən gələn tərbiyə ən böyük bir şeydir. O istilik olmasa, o tərbiyə olmasa, insan nə qədər istəyir, nə etsin, yaxşı olsun, o düzəlməyəcək. Valideynlərimizin sağlığı. Sən kimi əri harda tapdın elə? Allah, necə bir savab işləmişəm ki, sənin kimi bir ər nəsib edib mənə, ilahi. Şükür. Zibil eşiği yan bayan deyəcək da, yadıma gəlmir da. Bir zibil beşinde sen oturmuştun, bir zibil beşinde. Sarıdasan yaşılda mən da. Zibil beş. Zibil beşiydi değil mi hemen? Zibil demişsin ha. Yedik, içdik, sonra çıxdıq əyləncəmizi çöldə davam eləməyə. Benqayski yandırdıq, sonra salut yandırdılar. Salut çox qəşəng idi, həqiqətən. Ömrümdə ilk dəfə bu qədər yaxından salut görürdüm. Uşaqlar da çox əyləndilər. Hətta partiyadan sonra yenə də partlamağını istəyirdilər. Amma artıq bitmişdi, təəssüflər olsun ki. Uşaqlardan çox elə özümüz əylənirdik demək olar ki. İndi görəcəksiniz səs-küyümüzü. Çox maraqlı idi. Uşaqlar saat 12-yə qədər gözləməyəcəkdi deyə saat 9-dan artıq yandırdılar salutları. Sonra da hədiyyələri açıb yatdılar. Sonra bizim əyləncəmiz başladı. O neydi Ece'nin? O neydi? Aycan. Gecenin. Ora, ora. Bir de yana düştü gözünden ama. Rahim. Ramil ara gitti. Atacaklar kalmıydı. Mənə sır baxım.
Danışırsınız orada mən. Oy. Neçə dənəsin bir dəfə etməyin. Ana ben yine yandı. Ağırım. Dikkat. Patladı. Paşaya bak, paşaya bak. Oğlum partladı. Paşaya bak. Hoppa gitti. Aa ne oldu hayatım? Anam hadi. Bak. Ay, üç tane partiydi da. Partla. Neymişsən ayrı-ayrı? Rahim hele plan kurur çizir. Vacip geçsin aynı. Değil ağalı fikirleşene kadar deli çay geç. Hadi bak yüzlensin artık partladı. Böyle fikir. Bak bütün paşa benimle yığıb. İndi orada. Uy. Ay Allah. İyi bak iyi. Ay Allah. Lan bitin bana. Oturma yok oturma. Bastın. Bastım. Bu kimin telefonudur abi? Bu minya. Atı bir yere böyle eləyir. Və budur şaxta babamız hədiyyələri gətirdi. Uşaqlar sevincli şəkildə hədiyyələrini açdılar. Biz də onlara kömək elədik. Başa düşən yaşda olanlar sevindi, başa düşən yaşda olmayanlar bunlar da nə? Bunlar oradan çıxdı, bu necə işdir, o hardan gəldi deyə soruşdular. Hal-hazırda gecədir, paşa yanımdadır. 39 qızdırma ilə yanır. Mən də sizin üçün video səsləndirirəm. Yanımda eşitdiyiniz o nəfəs alıb vermək də paşanın səsidir. Bəli. Paşa. Paşa. Orada al var. Bunun üstüne oturdu. Eşitdiniz də mahnını. Bir aydır ki, o apaçilər beynimizdə fırlanır bizim. Hələ açmamışdan paşa bir dənə hədiyyə qutusunun üstünə elə çöktü ki, elə bir kreslodur, bu orada oturmalıdır, bu belə də olmalıdır sanki. Şaxta babalar, şaxta nənələr sağ olsunlar. Tam paşalıq hədiyyələr gətirmişdi. İşıq, səs, maşın, mahnı. Tam paşalıq. Ev bir anlıq diskotekaya dönür gördüyünüz kimi. Hələ səs-küyə bir baxın. Paşa ha. Bura qədər izləyən hər kəsə təşəkkürümü bildirirəm. Bura qədər izlədinizsə kanalıma abunə olmağı, yorum bildirməyi unutmayın. Gördüyünüz kimi uşaqlar sevinir, əylənir. İndi isə sıra böyüklərdən sevinib əylənməyindədir. Növbəti vlogumuzda isə öz əyləncəmizi göstərəcəm sizə. İzləmədə qalın. Hələlik.